Hər vaxtınız xeyir. Mən bu axşam tüstü mənbələri yaratmışam. Niyə ki, çoxlu kəpənək var bağda. Adamın ağzına, burnuna dolur. O qədər çoxdur. Xırda kəpənəklərdir. Yerə də görməmişdim elə kəpənək. Fikir verin, 4 yerdə balaca tüstü mənbəyi yaratmışam. Və amma bir şey həqiqətdir ki, artıq o kəpənəklər yoxdur ətrafında. İndi bilmirəm, qaçıb gizləndilər, yoxsa uçub getdilər. Ehtimal edirəm ki, uçub getdilər. O kəpənəklər təbii ki, süfrə qoyurlar. Meyvələrin, o təzə yumrulanmış meyvələrin yumşaq olur. İçində süfrə qoyurlar, sonra o yavaş-yavaş orada böyüyür, olur qurd. Qurtlu heyva, qurtlu alma. Bilmirəm, mənim babam rəhmətlik gecələr yandırardı. Ağac cərgələrinin arasında belə sırayla düzərdi. 3-4 yerdən də ona od vurardı. İndi mən uşaq idim. Axşam yandığını görürdüm, səhər də görürdüm, hələ tüstülüdür. İndi bilmirəm, o gecə onu qulluq eləyirdi, o yansın deyə, tüstüləsin deyə, yoxsa eləmirdi. Bütün bağları bax belə tüstü götürürdü, qonşuların da bağlarını. Və ona görə də biz zəhər filan belə şeylər vurmazdıq, gübrə verməzdik ağaçlara. Elə qurd-murt da olardı tək bir ağaçda, amma o dərəcədə çox olmazdı. Yəni qurdları atardıq heyvanın qabağına, toyuq-cücüyə, qalanları sağlam olardı meyvələrin. İndi bax, o yaddaşıma görə mən bu əməliyyatı eləyirəm. Bilmirəm, faydası olacaq, olmayacaq. Orasını əmin deyirəm. Deməli, quru otu yandırıram, üstünə də biraz yaşıl ot atıram ki, tüstü versin, gez yansın. Ancaq tüstüsü bol olsun. Bax, bu da gördüğünüz kimi bax, yaşıl otlar da görünür. Özü üçün tüstülüyür də. Ara bir alışır. Yenə alov güclü olanda üstünə yaşıl ot atıram. Başlayır tüstüləməyə. Baxıram ki, qonşuların da bağın tüstü bürüyür. İndi bilmirəm, onlar məni söyürlər, yoxsa alqış eləyirlər. Sağ olun, sağlıqla qalın. Allah hamımızın bağına bərəkət versin, can sağlığı versin. Salamat qalın.